Bəli, qaldığımız yerdən davam edirik. 2.4-ün izahı birinci videoda aşağı yaradasaq, yəni 2.5-in izahı ikinci videoda olacaq. İndi 2.5-in izahına baxırıq. Diqqətli olursunuz. Sadəcə bir dənə yan pəncərələri giran dili yadıma salın ki, mən bu keçidi öyrənəm ki, təzədən belə hər dəfə açmayaq. Dediyim kimi 2.5-in izahına başlayırıq. Bax, biz 2.5-də nə bizim üçün problem yaradır və biz onları necə həll edə bilərik? Bunlara qısaca baxaq. 2.5 suallar ikinci videoda olacaq. Kim gördü ki, bax, yeni mövzunu yaza bilmir. Yeni mövzu dediyim, yəni burada cütləri yaza bilmir. Açıq videoların ikisini izləyir, ondan sonra yazır. Amma durum orada izləyim, o neyindir, eynisini elmir. Birinci izləyirəm, başa düşürəm, sonra özüm işləyirəm. 2.5'te çok en iyi ihtimal. Ya zaten tifsal sisteminə aid elə çox tipdə misal düzəltmək olmur. Ona görə ola bildiyi qədər. Nəsə getdik. 2.5. Səhvlərinizi deyin görüm sürətli olaraq. 11. 3. 3-dən başlayırıq o zaman. Onluq say sistemində verilmiş cəmi ikilik say sistemində ifadə edilmiş olar. Bu biraz qarışıq görünə bilər, amma ən asan misallardan biridir. Niyə? Belə edirsiniz. Bir üzərinə bir gələn neçə eləyir? 2. 2 ilə 2, 4. 4 ilə 4, 8. 8, 8, 16, 16, 16, 32, 128, 256, 512, 1024. Yəni əslində bu 200 tondur. İndi mən də bunu neçəli say sistemində çevirmək istəyirəm. Onluqdan 2-liyə keçirmək istəyirəm. Yalnız burada neçənin qüvvəti oldu indi? 200 ton oldu da. Onda 1 0. Ondan bəli, 1-dən başlayırsan, bir dənə 1 yazırsan, arxasına istən 0. 2-nin qüvvəti qədər, 10 dənə 0. Bir toplanıb çox başqa qalmamış. Ehtiyac yoxdur da. Başa düşdünüz məsələni? 1024. Başa düşdünüz məsələni? O toplamadan sen 0'da 200. Onda bir sən neyini? Onda çaşacaqsan aləm. Aləm qatacaqsın bir-birini, alınmayacaq. O 1-i sən orada veriblər ki, çaşasan. Əgər bu 1 burada olmasaydı, elə neyini yerdin? 209-a da 1 yazardım, 8-ə də 1 yazardım, 7-yə də, 6-ya da, 5-ə də, 4-ə də, 3-ə də, 2-yə də, 1-ə də, 0-a da. Yəni neçə dənə 1 alardım? 10 değil de. Ondan başka bütün haftalar 1. 10 dənə, 10 dənə. 10 tane. 10 dənə 1 alardım. 209-dursa, bəli. Gerek. Onları topladım. 1 var idi deyə topladım. Çünki bu bir məndə naməlumluq yaradır. 2 dənə 1 ola bilməz. Hər rəqəmdən neçə dənə olmalıdır? 1 dənə olmalıdır. Hər rəqəmdən 2 dənə varsa, onları toplayıb nə eləməlisən? 1 rəqəm eləməlisən. Başa düşdünüz? 17 bu bakımdan. Eyni qaydana, bax, bir də eyni qaydanı əldə edir. Müəllim, bundan əlavə bu yana 0 yazmaq olar. Necə? Elə 0 yazmaq Yox, olar. qabaqda 0 yazmır və mənası da yoxdur. 17-dən əvvəl var, kimsə 11 demişdi. Mən 7 dedim. 11. 7 məndə var. 7 səndə də var, yaxşı. 7 o zaman baxaq. Deyir ki, verilmiş fikirlərə əsasən hesablamanın ən böyük qiymətini onluq say sistemində müəyyən edin. A9'da. Bir A ədədi onluq say sisteminin ən böyük rəqəmidirsə, A elə neçədir? 9-dur. Çünki onluq say sistemində 9-dan böyük rəqəm yoxdur. Onluq elə adi say sistemidir. 9. A-nın qiyməti 9. Bunu bir yazın. B tək ədəddir, yəni hər hansı tək ədəd olmalıdır. 7 Və A nədir? Deyir. A'dan böyükdür. A B-dən böyükdürsə, bəli. İndi belə də baxın. Mənə ən böyük qiymətini istəyirsə, mən bunun B-nin ola biləcək nə qiymətini götürməliyim? Ən böyük qiymətini götürməliyim. B-nin ola biləcək ən böyük qiymətini götürəmsə, 9-dan əvvəl gələn ən böyük tək rəqəmli ədəd neçədir? 7-dir. Deməli, B-nin də qiyməti olacaq 7. Kimi səhv yazmışdı bunu? Mən yazdım. Всё. İndi A-nı yerinə nə qoyacaqsan? 9. B-ni yerinə nə qoyacaqsan? 7. 7. Sonra yenə bunları nə edəcəksən? 0, 1, 2 ilə nömrələyəcəksən. 0, 1, 2 ilə nömrələyəcəksən. Sonra qüvvətlərin cəmi kimi yazacaqsan. Cavabı tapacaqsan. Və neçəli çevirmiş olacaqsan beləliklə? Onluğa çevirmiş olacaqsan. Belə olacaq. 2 vurulsun 9 üstü 2, üstə gəl. 2 vurulsun 9 üstü 1, üstə gəl 1 vurulsun 9 üstü 0. Hə, x dərkimi sadəcə x-in yerində 9 var. Başa düşdün? Heç bir şey fərqli dəyişmir. Eynisini bu yandan 7 üçün də eləyirsən, sonra böyük bir ədəd alacaqsan. Onu cəmləyəcəksən. 9. Bir tane 9. 9. 9 yani. Verilmiş fikirlərə əsasən hesablamanın ən böyük qiymətini müəyyən edin. Gəlin tapaq. Sağ olun. Yox, xəstələnmişəm. Hə, hamıya da bulaşdırarsan. O yöntem. Elə onda maska taxaydın kaş.
Göz uşaqlar, təsiz maskot alın. 8-ci say sisteminin ən böyük rəqəminə bərabərdirsə A 7-dir. A 7 olduğu bəllidir. B tək ədəddir və deyir ki, A B-dən böyükdür. İndi mənə deyir ki, bu ən böyük qiymətini tapın, onda B-nin ola biləcək qiyməti ancaq 5-dir. Səhv çıxıb bilmir cavab. Ona görə ola bilər hesablamaq istəyirəm. İndi bura nə qoyacaqsan? A-nın yerinə qoyacaqsan 7, B-nin yerinə qoyacaqsan 5. Onda cavab da belə olacaq. 2 vurulsun 7 üstü 1, yəni 2 vurulsun 7, 14. Üstə gəlsin 3. Üstə gəlsin. Burada 5'dir. 5 vurulsun 1 elədi elə 5. Üstə gəlsin 3 də buradadır. Bəli. Cavab elədiyim ümumilikdə 19, o da 6, 25. 2 vur 7 ben 7 yazdım. Bunu da edelim. Bir daha 17'de bak ben görmedim. Başqa səhvin yoxdur. Yoxsa yazmır. Hamısı tam yazmamıştım ben. Bax, bir şərtlə gedirsən ki, evə gəlsən o videonu izləyirsən. Ataşma. Sonra bax, bəhanə ilə gəldin ki, ay müəllim, Yox, bəs mən dərsdən getmişdim, xəstə idim, işləməmişəm, mən incimə. Amma Musa kimi yox da. Ben video tapamadım. Musa, sən cəzalısan, Musa, sənin xeyri yox. Ben de xəstəyim. Sən mənə video istədin. Grupta yok. Grupta da ben YouTube'da baktım yok idi. Sən məndən video istədin. Mənə yaza bilərsən. Deməli, sənin ürəyindən olub da. Yox, müəllim, hər Sən xatırlada bilərdin ki, müəllim, videoyu YouTube-a qoymamışsınız. Niyə qoymamışsınız? Hesablayın. 25 dediniz, 17 dedim. 17 dediniz. Yaxşı, onda 17-yə birinci baxaq, sonra 25-ə baxaq. Görə 17 bizə nə deyir? Hə? İlk ifadəsinin doğru olduğu say sistemin əsası müəyyən edin. İstəyirsən bunu 0-1-nin nömrə. Asan yol var. Alt-alta yazırsan. 3. 3 üstə gəl. 3 bərabər neçəyə? Ona indi fikirləşirəm. 3-ün üzərinə 3 gələndə nə vaxt 1 tam ayırıram? Neçə olsa say sistemi? 8 diyoruz. Yo 4 6 Əlbəttə 6 olsa. 6 olsa 1 tam ayıracağım, 0 yazacağım, 1 yadda, 1 də qabağa çıxacaq. Mən elə Deməli 6 olacaq. Amma başqa yolda var. Nədir? Elə 0, 1 ilə nömrələyirsən. 0, 0, 0, 1 nömrələdin. Sonra 3'ü x üstü 0'a vuranda elə 3. 3'ü x üstü 0'a vuranda elə 3. Elə bu elə də 6. Bu tərəfdən də 1 vurulsun x üstü 1 elə x. X bərabərdir 6. Sən belə eləsən 100% cavab alasın. Bu biraz məntiqli ola bilər ki, alamazsın. Amma belə 100% cavab. İkinci yol bizden konuşsa belə gəlir. Bu yolu Aynen. elə düşün də bax cəsur. Mən 6-lıq say sistemində 5 ilə 1-i toplayanda neçə eləyir? 6 ilə mən nə edirəm bura? 0 yazıram, 1 yazıram. Gördün mü? Deməli 6-lıq say sistemi ola bilər də. Yalnız 3 ilə 3-ü toplayanda 1 tam ayırırsa bu 6-lıq say sistemi. O gördün ki, belə yazır. 3, 3. Altta da belə yazıb 11. Onda neçə say sistemi olur? O 8 değil. Yo o da 7 değil. Yo 7 değil. Əlbəttə 5-dir. Üstün üzərində 3 gəlmirsən, bir dənə qalğı bura yazıb, bir dənə qabağa yazıbsa, deməli bu neçə say sistemi? Ha rəqəm artdıqca 5'li say sistemidir ki, 5'i bəli, 6'lı 5'e böləndə 1 tam eləyib, 1 tam da qalıb. Yine orada yazmayın. Sonra verir mi? get ama rekordu izlə. 18'den sonra ne? Videonu mu? 41. Atacağım ama sen benim yadıma saldın. Yine benim YouTube'a video koy. Benim gördüm koymamışım bir tane de yadıma sal. Zəhləmi töksən gələ, yerləş koyayım. Hə, Mən yedim mən. Sağ ol. 25'e. 5. Adi 5. Bana yedim. Yok sen canım. Sen artık sen bir dəfə bir dəfə də yansan yaxşı deyil. 25 dənə tamam. Bir dənə top 5'i zayılayım, görüb 5 nə deyir. Ədədlərinin cəmli ikili say sistemini göstərin. Sadəcə bunları təmizləyirsən. Öyrətmişəm axı Mirağa. Alt-alta yazırsan, rəqəmini təmizləyirsən bu qədər. Sən bir dənə göstərin. Ya bir dənə 3 rəqəm ədədini göstərib xatırladım sənə. 1 1 1 üstə gəl, 1 0 1 məsələn atıram. Hə, cəmləyirsən, bir üzərinə 1 gəlirəm 2, 0 yazıram 1 yadda. 1 o da 1 2, yenə 0 yazıram 1 yadda. 1 o da 1 2, bir dənə də yadındaydı 3, 1 yazıram 1 yadda. Oldu belə. Başa düşdük. İndi 25 dediniz də. 11. Yox 19. 11 11'e baxmamışdıq. Yaxşı. Hə, bayaq başa düşdüm. 17-ni dedi, ona görə oldu. Ki ondan 11'e baxaq, ondan sonra baxarıq. Devam. Hərəsin bir dənə problem var da. Bax, kompüter orada ki, belə vərəqləmə asandır. Bunda da yazmaz. Bilmirsən nə edirsən. Mənim kompüterə o hasbəni qoyub şey olmuyor. Ben komutanı proşit. Tabii itiraz hali var.
Müəllim o tasmada şey deyəndə Bu qədər ciddi deyil axı. Bəli. Hə. O ona şey olanda olmur. Nə oldu? Elə ki onun sürtəndə olmur. Yox. Olmur. Bu orijinal şeyin qələmidir. Çıxmaz axı. Demək istəyir ki, Ayrı tabletə klaviatura al. Hə, onu demək istəyirdim. Yox, deyirəm elə ki kompüterdən qoşun. Bax sən tableti nə qədər klaviatura qoyarsansa qoy, tablet notebook deyil. Çünki notebookda Windows əməliyyat sistemidir. Bunda Android əməliyyat sistemidir. Əgər bu da Windows olsaydı, hə. İndi uşaqlar, getdik. O liseydə mən o gün nəyə əsəbləşmişəm? Götürüblər bir dənə ağıllı lövhə qoyublar. Android. Qardaş, mən Android ağıllı lövhədə, mən nətər Word dizayn edə bilərəm? Word Androiddə başqa açılır, Windowsda başqa açılır. Windows qoymalıydı. Hansı sağ Bizim etməyəcək. Liseydən ağıllı. Sarı siyahlarda Nəysə, devam. Ağıllı lövhənin qiyməti 3000 manatdır. Onu hara qoyurlar bizim məktəbə? Biri vardı. Ondan deyil. O yox, gedirmə deyil. Bu 20 il bundan əvvəlin ağıllı lövhəsi. 15 il bundan əvvəlin ağıllı lövhəsi. O bizim dövrümüzdə vardı. Mən məktəbdə oxuyurdum. O arada ağıllı başlayıb, amma biraz funksiyaları zəifdir. Qələm falan yaxşı yazmır. Nəysə. İndi deyir ki, verilmiş bərabərlik üçün x və y-in ən kiçik qiymətini müəyyən edin. Yenə baxıram, bax, artıq bu dəfə yanılmaq olmaz. X-in ala biləcəyi ən kiçik qiymət neçədir burada? 6-dır. Çünki niyə? Burada neçə var? 5 var. 5-in olduğu ən kiçik sayı sistemi 6-dır. Almışım. Süper. Bu rekordumuz artıq var. Bu qalsın. İndi burada da ən böyük rəqəm neçədir? 4-dür. Deməli, y neçədən balaca ola bilməz? 5-dən balaca ola bilməz. Deməli, x böyüdü nədən? Bunu burada yazıram. 6-dan. Y böyüdü neçədən? Neçədən böyüdü? Yox, bilirəm. Bir şərti qoyaq. Y böyüdü 5-dən. İndi variantlara baxıram. İndi aydındır ki, bayaq yazmışdım. 0-1 ilə nömrələmişdim. 0-1 ilə nömrələsəm nə olacaq burada? 2x üstə gəlsin nə? 5 bərabərdir 4y plus 3-ə. Deməli, x-imiz 6-dan böyük olmalıdır. Burada 5 var, getdi. Burada 3 var, getdi. Burada 4 var, getdi. 2 dənə variantımız qaldı. Amma y-imizdən neçədən böyük olmalıydı? 5-dən böyük olmalıydı. Burada y qiymət neçədir? 4-dür. Ona görə də getdi. Cavab da budur. Bax, burada rəqəm neçədən böyük rəqəm? Bax, burada 5-dir. 5-dir, x neçə ola bilər ən az? 6 ola bilər. Ən az 6 ola bilər x. Niyə? Çünki 6-lıq sayı sistemində 5 var da, düzdürmü? Ya ən az 6-dır, ya da 7-8 falan olur. Yəni x 6-dan böyükdür. Ona bir üstündür. Hə. İndi burada da ən böyük rəqəm neçədir? 4-dür. Onda y-in ola biləcəyi qiyməti 5 və yaxud da üstüdür. Yəni 5-dən yuxarı. Bərabər də qoyuram yaxşısını xətrimizə. Burada bərabərdir də var, burada da bərabərdir var. Onsuz da burada 6-dan böyük 5 deyildi. Ona görə x getdi. Burada y-imiz 5-ə bərabər və yaxud da ondan böyük olmalıydı. Amma burada y 4-dür. Ona görə getdi. Variantları da sizdən olsa C variantı alır. Variantları silirsən hamısını bu qaydayla, bir dənə C variantı qalır. C-ni də burada yerinə hər ehtimal qoyub yoxlayırsınız. 2 vurulsun 9, üstəgəl 5. Nə qədər gəldi? 2 vurulsun 9, üstəgəl 5. 18 də 23. 23. Haysa, bərabərdir. İndi 5-i də burada qoysam, yenə 23. 23 bərabərdir 23. Deməli, düz almışam. Doğru cavab 100% C. Mən deyəni qoydum alında, yoxsa fikir verməm. Biz bayaq rəqəmi səhv etmişik. Başa düşdüm. Amma yolun düzdür ən azından. Məsələn, başa düşmüsən. Sonra 1. 15 birinci baxaq. Deyir ki, hansı say sistemində 51 onluq ədədi 3 rəqəmi ilə qurtarmır? 51 variantlara bölünüyor. Axırda 3 qalmıyor. Son rəqəm nədir? Ədədin bölünməyindən alınan nə? Qalır. Birinci qalır, elə onun sonuncu rəqəm demək. Düzdür. Bir variantlara bölürəm, sən demiş. Hansında qalıq nədirsə, 3-dən fərqlidirsə, deməli həmin say sistemidir. Bax, məsələn, atıram. Bax, məsələn, 51 atıram da 8-ci say sistemini çevirəndə nə edirəm? 8-ə bölürəm. Neçə düşdü? Neçə düşdü? 5, 6 dəfə düşdü, elədi 48, qalığım neçə qaldı? 3 qaldı. Yəni, bax, birinci qalığım nədir? Elə onun neçənci rəqəmdir? Sonuncu rəqəmdir. Burada cavab neçə deyəcək? 63. Yəni, birinci qalıq sonuncu rəqəm deməkdir. Və 3 ilə qurtarmır deyirsə, qalıqda neçə verməməlidir? 3 verməməlidir. Deməli, burada 8 ola bilməz. 15-likdir. Bilirəm.
Yoxlayacaq da. Hə. 15 eləsə 15-i 3 dəfə vuracaqsan. 45, neçə qalıb qaldı? Hər halda 15 3 qalmadı, Altı düzdürmü? qaldı. Ay sağ ol. Başqa bir qalıb qaldı. 6 qalıb qaldı. Mənim cavab 15-dir. 24. Əgər ən kiçik, ən böyük söhbəti desəydi, ondan nə edərdim mən? O bir variantlarda baxardım. Belə söz deyir, yox. 2 düz variant ola bilər, yox. Mən bu düzgün variantını götürə bilərəmmi? Evet. Başa düşdür. O bir variantlara da baxmaya ehtiyac yox. Yəni hansı ədədi verdin onu öyle bir. O bir variantdan niyə? Əgər burada ən kiçik, ən böyük söz olsaydı, onda bir variantlarda baxardım. Mən zaten bir variantın düz olduğunu gördüm. Düzdürmü? Bir variant düzdürsə, 2 düz variant ola bilər. Miral. Bir variant. 6. Məsələn, Y variantı düz cavabdır. 2 düz cavab ola bilər burada. Ola bilməz. Y düzdürsə, deməli o bilər səhvdir. Başa düşdün? Əgər sual səhvdirsə, Yeni nətərmiş? bax, Görməz yəni. 51 15-i mən böldüm də beynimizdə böldüm. Hə, 51-i 15-ə gəl bölək, yaxşı. Sən xətrinə bölürəm. 51 bölünsün 15, 3 dəfə düşdü, elədi 45. 45 də çıxdım, qaldı 6. Bax gördün, qalıq 6-dan fərqli. Çünki burada 36 eləyir. 6-da fərqli deyirəm, 3-dən fərqlidir. 15-dən sonra 17 dediniz, 19 dediniz. Verilmiş ədədlərin ən böyük ədədi müəyyən edir. Uşaqlar, bunların ən böyüyünə ən kiçiyini müəyyən etməyin yalnızca və yalnızca bir yolu var. Hamısını onluğa gətirirsən, ya da ikiliyə gətirirsən. Hamısını işləyəcək. İndi burada ən asad bax, diqqətli ol. Əgər burada beşlik olmasaydı, düz deyirsən, hamısını nəyə gətirərdim? İkiliyə gətirərdim. Amma sən beşliyi ikiliyə gətirmək üçün əvvəlcə beşliyi onluğa çevirməlisən. Onluğu təzən ikiliyə çevirməlisən. Əməliyyatların sayı birdən artır. Hə. Ona görə ən rahatı nə etmək deyil? Hamısını nəyə çevirmək? Bu misal üçün. Onluğa çevirmək, sonra müqayisə edir. İkisini ikiliyə çevir, amma onda biraz əməliyyatların sayı uzanacaq. Burada müstəqilsiz uşaq. Həlli başa düşdün, Kamran Zeynoviç. Eyni say sistemini gətir, müqayisə elə. Bu qədər sən. Say sistemləri videosu baxmışdın. Yoldaş batırsan şəxsdən. Bir də onu qurtaraq. 25. 25. Elə 8-likdə adi nədir uşaqlar? Toplama. Bunu izah eləməyəcəm, çünki var. Amma yaxşı, gəl bir dənə videonu izləyənlər üçün qısa izah edeyim. Yoldaşımız da baxsın. Bax, 8-likdə bir cəm tapıramsa nə edirəm? Yazıram bura, əvvəlcə misalın özünü. 423 üstə gəlinsin 737. 8-likdə toplayışlar bir məsələ var. 10-luqda toplayıramsa 10-a bölürəm. 16-da toplayıramsa 16-ya bölürəm. 8-likdə toplayıramsa 8-ə bölürəm. 3 üstə gəl 7 neçə eləyir? 10 eləyir. 8-lik sayısından böyük rəqəm 0-dan başlayır 7-yə qədər davam edir. 7-dir. 8-lik say sistemində 10 yoxdur. Düzdür? Onu da eləyəcəm. Onu böləcəm neçəyə? 8-ə. Neçə dəfə düşdü? Bir dəfə 8, 8. Ondan 8 çıxında qaldı? 2 qaldı. Qaldı yazıram bura. Tam hissə getdi yadıma. Aşağıdan yazıram ki, görün. 1 getdi yada. 2 üstə gəl 3. 5. Bir dənə də yadda 6. 6 8-dən balacadır mı? Bəli. Ona görə 6-nın olduğu kimi yazdım. 7 üstə gəl 4. 11 eləyir. 11 8-dən balaca deyil deyə. Yəni 11-i 8-ə bölürsən. Bəli. 3 qalır. 1 yadda 3 ahəsal. 3 gəldi bura. Bir dənə düşdü qaba. Oldu belə. Başa düşdün? Sən başa düşdün? 22. Ama değil de sattığım onun hamısı beraber Maşallah sual düşür. Burada biraz gündüz müəllim biraz nəsə zarafat etmək istəyir. Görək nə zarafat edir. Bunlar heç başa düşmədi. Asan sualda baş verir. Bax, diqqətlə. Deyir ki, bir riyaziyyatçı özü haqqında aşağıdakı fikirləri söyləmişdi. Mən 54 yaşında orta yaşlı kişi idim. 54 yaşında. Təbii ki, bunlar onluq say sistemində deyil də, başqa say sistemində. 54 yaşında orta yaşlı kişi idim. Əlbəttə ki, 54 orta yaşlı deyildi. Artıq biz bilirik ki, 54 yaşlı haldır. Deməli, bu onluq say sistemi ola bilməz. Orta yaşlı kişi idim və düz 2 ildən sonra nə elədim? 100 yaşım olacaq. Yəni 54-ün üzərində 2 gəldim. Neçə elədi? 100 elədi. Mən axı cavabı tapdım nəysə. Sevdiyim qız məndən 15 yaş balaca idi və onun 35 yaşı var idi. Bu riyaziyyatçı hansı say sistemində ifadə edir? Uşaqlar, ikinci istədiyi hissəyə ehtiyac yoxdur. 54 üstə gəl 2 neçə eləyibdir? 100 eləyibdir, düzdürmü? Yazıram buradan. 54 üstə gəlinsin 2 bərabər 100. Hamısı neysə, hansılıq say sistemində? X-lik say sistemində. Sonra nə edirəm bunları? Üzərinə nömrələyirəm. 0, 1, 0, 0, 1, 2. Onda belə olacaq burada. X-in kvadratı çıxılsın nə? 5x üstə gəl. Üstə gəl yox. Çıx 4, çıx 2. Bu da bərabərdir 0-a. Qısaca belə deyərək. X-in kvadratı çıxılsın 5x çıxılsın neçə? Neçə?
Hə. 4-dən 2 çıxır. Ha, 6 bərabərdir 0. Biri 6'dır, biri də -1. Riyaziyyatı niyə bu qədər güclü deyil? Nəysə, başalar. Bax 5x buradadır. 5x buradadır, düzdür? 5x buradadır. 4 buradadır. Oldu 5x də gəlsin 4. Razısınız? Bəli. Çünki 5 vurulsun x üstü 1, 5x, 4 vurulsun x üstü 0, 4. Dörd oldu, bəli. Bərabərdir. Bərabər deyil, əvvəlcə də bu var. 2 vurulsun x üstü 0 deyil, 2-nin özü eləyir. İki. Bu 5x üstə gəlsin 6 elədi. Ay sağ. Görmür. Nə işlemirsiniz? Hə, tamam. Bu tərəfdə də 1, 0, 2 var. Bunlar onsuz da 0'dır, bunlar getdi. Bir dənə qaldı, 2 qaldı. O da deyil x-in kvadratı. Hamısını bir tərəfə keçirsən, nə olar? X-in kvadratının yanına keçirdərəm. Hardan yazım? Buradan yazıram. X kvadratı çıxılsın 5x, çıxılsın 6. İndi bilirsiz hardan gəldi o? Bərabərdir 0. Viyet teoremindən də bunu həll edirsiniz. 6 ilə -1. 6 ilə -1. Mənfi. Düzdür? -1 də ola bilməz. Cavab 6. 6. Sadəcə. Viyet teoremi bilmirsən, diskriminant həll edir. Bilsən kvadrat tənliyi həll. Bizim aynı sohbet ediyoruz. Necə? Ölüm onu söyle. Şahane mən hava olsun, nə deyim? Hansı o şey? 6 x. O yok yani. Ha, o her şey. Nəysə, başa düşdünüz əsas. Onun Hə, şu. 41. Sonraki sual. Ben 20. Necə? kısa orada. 41. 41. 41'e qədər var. Murat, sən səhvin yoxdur. Var bəli. Hadi də. Davun bildiğin suallar niyə verirsin? 24 bəli. 29. İkimiz də işte. Deyir ki, onluq say sistemində verilmiş 32 üstü 3 ədədini 8'li say sistemində ifadə edir. Uşaqlar, bu qədər qəşəng sualdır ki, belə adam üçün belə necə deyim? 2 üstü Həqiqətən 5, matematik yaradır. 3 mü Çox asan göstərir? sualdır, baxın. Yox. 500. Hə, lap asandır. Biz bu nə vaxt çətin olar? Çətin maraqlı bir sinema olardı. Bunu belə yazaydı. 208. 33 Yox, üstü 15. 3. Onda maraqlı olar. Yani. Onda niyə maraqlı olardı? Çünkü bu Çünki tam onda Ömrə onu. 33 artı 2-ni qüvvət deyil, onu belə yazardın. 32 isə gəl 1 kimi yazardın. Sonra cəmi kvadratı kimi açardın. plus alınacaqdı Onda orada. maraqlı bir şey alınır. 2 üstü 5 üstə Hə. gəlsin 2 üstü 0. Aysa, belə maraqlı bir şey alınardı. Plus. Amma indi asandır. İndi asandır. Çünki 32 üstü 3'dür. 32'ni yazsan 2 üstü neçə kimi? 5 kimi. Üzərində bir dənə 3 var. Oldu 2 üstü neçə? 15. 2 üstü 15. 2 üstü 15 də bilirsiniz ki, 245. Aysal, 2 üstü 3 üstü 5 kimi göstərilə bilər. İndi bu da neçə edir? 8 üstü 5. Ancaq elə orada neçə var? 8 üstü 5 var. Düzdürmü? 10 da əmsal neçədir? 1'dir. Deməli 1-in arxası neçədən 0? A var yani. Qüvvət qədər 0. Yəni 5-dən 0. A var ya. Bundan işləmişik. Все. Baxın. İndi iş maraqlı iş oradadır ki, belə misal versəydik. 33 üstü 2. Bu maraqlı sual. Bu bir imtahan düşə bilən sual. Bu necə əldə edirsiniz? 33-ün üstü 2-ni mən tapmağım mənasızdır, düzdür. Mən onu taparam, uzadı işimi uzatmaqdansa belə deyirəm. Bunu belə yazıram. 32 üstə gəl nə? 1. 1. Nəyi? Kvadratı. Doğru. Sonra bu nəyə gələcək? 2 üstü 5 üstə gəlsin 2 üstü 0. Muxtəsər vurma tutduğunda. Yəni kvadrat, cəmi kvadrat kimi açıqsa birincinin kvadratı, yəni birinci olsun ikinci, onun ikimisi, üstə gəl ikincinin kvadratı. Onun hamısı 2-nin qüvvətləri olacaq aydındır ki. Hə, sonra da adi qaydanı həll edir. İstəsən. Başa düşdünüz, çətin şey deyil. Hansı? Bu asan deyil, bu maraqlıdır deyək. Bu maraqlıdır, bu adi sualdır. Bu başa boş bildiyiniz sualdır, bu heç. Bu versəydi deyərdim mən yaxşı sual. Yəqin ki o da var. Dərslər niyə 7 saat? Dəyişdilər. 5'lər. Dəyişdirdim. Çünki qaçacaqdım onu. Hə, onu deyirəm də. Mən də getdim direktora dedim ki, müəllim, bunlar 7 saatdan qaçasıdır. Ona görə gəlin bunu şey deyək. Əvvələ salaq. Burada sağ olsun. 2 gün dalmadan 7 saat. Ben de 4. Kimsə bayaq bir dənə maraqlı sual deyirdi. N-dən olan sual. Hara getdi o? N-dən bir dənə sual var. Hara getdi o? 2 N, N üstə gəl 1 N. O desən o bir tərəfdə qalır. Hə, onu yedirmədiniz. 27. O mənim sualım. 27. 27 deyil. Bu 27 koca kişidir. Hə, keçmiş mövzuda 27. 33 görmədi 33. Yaxşı, yaxşı. Bir dənə gözləyim bu suala baxaq. Bu sual necə soruşmadınız ki məndən? O mən soruşdum, mən sonra nəsə oldu yoxdan. Maşallah, bu çox qəşəng sualdır. Bu həqiqətən işləməyə dəyən sualdır. Gəlin bunu həll edək. Deyir ki, bərabərliyinə əsasən eni müəyyən edin. Düzdürmü?
Mənim burada bunu əldə etmək üçün yeganə yolum qüvvətlər üsulu. Yəni 0, 1 ilə 2 ilə nömrələyirəm. Yenə burada da 0, 1, 2 ilə nömrələyirəm. Bu sadəcə n-lik say sistemidir, bu hansı say sistemidir? N plus 1-lik say sistemidir. Birinci bu tərəfə açıram. Bu olacaq belə. 1 vurulsun n-in kvadratı üstə gəlsin 6n 0 derə 0 doyacaq. Bərabərdir. İndi burada nədir? N plus 1. Onda bunu belə yazırsınız. Hardisi nədir? 1 vurulsun n plus 1-in kvadratı. Razısınız? Üstə gəlsin 3 vurulsun n. Üstə gəl. Elə 3. Bunu kvadratlar cəmi kimi açırsan. Elə nəyə gəlir? Ayrı kvadrat tənliyə gələcək. Ayrı kvadrat tənlikdə həll edib beni tapmağı bilirsinizmi? Bilirik. Başa düşdür? Dəqiq. 3 vurulsun en plus Aha, düz deyirsən. Düz deyirsən. Bax, burada 3 vurulsun n plus 1-dir. O da eləyir 3n plus 3. Bir dənə də əlavə burada neçə olmalıdır? Üstə gəl. plus 1 olmalı. Plus 1 yox, plus 3 olmalıdır. Çamursa. Yok hayır. Çünki bax, bir bitir. Sən Bax, nə deyirsən? Bax, bunu buna vurdum, bu birinci hədd. Sonra 3'ü vuram n plus 1'ə, oldu açanda 3n plus 3, razısan? Bir də bu 3'ün özü var da, 3 vurulsun n üstə gəl 1'in üzəri 0. N üstə gəl 1 üzəri 0 neçə eləyir? Elə 1 eləyir. 3'ə də vuram da 3. Ona görə bir dənə əlavə burada 3 olmaz. Qəşəng. Əla. Tamam, xoşum gəldi. Süper. Bax, belə olmuş. Ay oldu. Yat. Neçə? 41. 41. 33 var. 29 var. 29'a baxar. Onluq say sistemində verilmiş 32, 29'a baxdıq da. Mən bağışlayayım. 31. 31. Onluq say sistemində verilmiş 4 üstü 7 ədədini 16'lıq say sistemində. Cəsur, mən yorursan, Cəsur. Bundan 10 dəfə ki, sənə misal işləmişik. 38. Musa gedəndən sonra indi Musa üçün təzə izah edəcəm. O mənim başa düşdü. Bunu 4 üstü 7 deyil uşaqlar. Bu necə yazsam? 2 üstü 2 üstü 7. Neçə elədi o da? 2 üstü 14. Düzdürmü? Bəli. İndi mən neçəliyə çevirmək istəyirəm? 16'lığa. 16 2 üstü neçədir? 4'dür. Deməli 14'ü neçəyə bölməliyəm? 4'ə. 14'ü 4'ə bölən neçə dəfə düşür? 3 dəfə düşür. 3 dəfə 4'üm 12. 14'dən 12 çıxsam 2. Deməli mən bu 2 üstü 14'ü belə yaza bilərəm. 2 üstü 4'ün üstü. 2 üstü 4 burada neçə dəfə düşdü? 3 dəfə. Niyə 2 üstü 4'ün üstü yazıram? Çünki mən neçəliyə keçirmək istəyirəm? 16'lıq 16 2 üstü 4. 2 üstü 4'ün üstü 3. Bu 2 üstü 12 eləyir. Mən neçə qalğım qalır? 2 qalğım qalır. Onu da yazıram. Vurulsun 2 üstü 2. İndi baxıram. Doğrudan 2 üstü 14 eləyir bu. Bəli. Eləyir. Çünki 4 üstü 3 12. 2 də burada 14. Deməli düz yazmışam. İndi sadəcə 2 üstü 4'ün yerinə nə yazıram? 16 yazıram. Belə oldu. 16'nın kubu vurulsun neçə? 4. İndi burada yalnız nə var? 16'nın kubu var. Onda nə edəcəm? 3, 2, 1, 0. Düzdüm. Birinci kubun, 16'nın kubunun əmsalı neçədir? 4'dür. 4'ü yazdım. 16 üstü 2'nin əmsalı yoxdur ki. Burada yoxdur. Ona görə 0. Bəli, o birlərin də yoxdur. Oldu belə. 4, 0, 0, 0. Başa düşdük? Bəli. Sonra. Hə. 9 dəfə. Bu sual biz necə sualdır? Bu sualda çaşarsınız, eni yerinə qoyarsınız, qoymazsınız. Bilmirəm. Amma əgər onluq say sistemində ədədin asılışı belə verilirsə, Diskrimə, yox, bir yetenəkdə o. Çox ədliyə bölmə qaydası. Bir yetenək. kim dedi onu? Nəyi? Çoxaddiyə bölmə qaydasını kim dedi? Mən. Ay sağ ol. Birinci üsul budur. Çoxaddiyə bölmə qaydasıdır. Şey yarayacaq. Çox adlı. İkinci üsulda bir dənə başqa üsul deyəcək. Bəli, çoxaddiyə çoxaddiyə kim ölə bilir? Hə. Mən. Siz keçməmisiniz. Siz keçməmisiniz. Siz onu seçirsiniz. İndi uşaqlar diqqətli baxın. N-in kvadratı üstə gəlsin 7n, üstə gəlsin 9. Bölünsün neçə? N plus 1. N plus 1'i neynəməliyəm əvvəldə? N-ə vurmalıyım. N-ə vursam nə olacaq? N kvadratı plus 7. Ay sağ ol. N kvadratı plus n. Razısınız? İndi bundan çıxsam, qalacaq geriyə neçə? 6 plus 9. 6n plus 9. Bu dəfə orada nə var imam? Orada N plus 1 idi. Aha, N plus 1. 6 plus 6'ya. İndi bunu 6'ya vursam, plus 6'ya vursam, Minus o da 6. eləyəcək. 6n 6 en 0. Gecəl 6. Eksi 6. plus 6. Plus 6. Plus 6. Burada da qalacaq aşağıda 3. 3 də olmayacaq. Üstə qalıq dedim. Qalır olacaq. O N material plus 6 təzdən N plus 1'ə bölünür. Bu başqa eləməyəm. Sevana. Düz deyir uşaqlar. N plus 6 təzdən bölürük. Çünki N plus 6 N plus 1-dən nədir? Böyükdür. Təzdən bölürük N plus 6-nı N plus 1-ə.
Bir dəfə. N plus 1'ə böləndə bir dəfə düşdü. Burada elədi elə N plus 1. Qalğım neçə qaldı? En plus 5. 5. 153. 150. Başa düşdü. Başta bir bölüm mü? Asal çok önemli. Soğadını bölməyə başa düşmədin, yoxsa bu niyə elədiniz başa? Ya lan böyle bir şey diyorum. Məktəbdə 11-ci sinif dərsi. 11 sinif. Mahir müəllim. Bunlar elə deyil. Sizə mahir müəllim. Bunlar da peşədə axı, peşədə başqadır. Peşənin sistemi başqadır. Mahir müəllim olsa bunu keçir, mahir müəllim olanda keçməz. Belə düşündür olar. Necə, məsələn, mən onluqdan istənilən say sisteminə keçəndə nə edirdim? Ona belə. Həmin o adədə belə gedirəm. İndi burada da n plus 1-ə keçirəndə, n plus 1-ə belə gedirəm. Sadəcə baxdım, qalıqlar, əgər aldığım qismət n plus 1-dən böyükdürsə, təzən n plus 1-ə böldüm. Yaxşı, bir dənə bölməyə yaxşı kəsilən, bunu bölməyinə bir dənə sual verirəm. Amma bir məsələ vardı, orada almaya da bilər, ona görə belə edin. Gəl bunun özünü bir də izah edin sizə. Çünki bir dənə özümdən bir dənə misal deyərəm, sonra bilimlə bölünməz, qalarıq belə. Əslində bir şey olmaz, bölünməsə də. Yaxşı, burada yazıram 8-in, çıx. Üstə gəl, 11. Atıram. Belə bir şey yaz. Diqqətlə bax. Birə bax, bax. Çox adəyə bölürəm. Bunu bölürəm tutaq ki, n plus 2-yə. Birinci, mən bunu nəyə vurmalıyam ki, n kvadratı ilə bərabərləşsin? N-ə, düzdürmü? Yazıram n. N-ə ilə vursam nə edir? N-in kvadratı. N-i 2-yə vursam 2n. Razısan? Dərs bitdi, yoxsa əlim neysə dəydi? Əlim neysə dəydi. Hə. Neysə, indi bundan bunu çıxsam, geriyə nə qalır? 6n, razısan? N kvadratını, n kvadratını çıxırsa, 8n-dən kvadrat üstə gəl 2n. bax, mən baxıram da. Mən bunu nəyə vursam birinci əddə alaram. Görmürəm orada. Biraz yuxarı. Bax, Bəli. mən n-i, N-i. bax, bu n plus 2-ni nəyə vursam birinci n-in kvadratını alaram. N-ə vursam, düzdürmü? N-ə vurdum, n-in kvadratı üstə gəlsin 2n. İndi bundan bunu çıxıram. Qaldı geri 6n üstə gəlsin 11. Razısan? İndi 6n üstə gəlsin 11-dirsə, mən üstə gəl. Bunu neçəyə vurmalıyam ki, 6n versin? 3-ə. 6-ya. N var. Əlbəttə, 6-ya ki, 6n versin də. İndi buradan, fikrim yoxdur, valla, burada şey izah edirəm. 6n, Mən şey deyirəm. olasın da, heç nə olmaz. 6n üstə gəlsin, neçə elədi uşaqlar? 12. Hə, indi burada mənfi edir. Deməli, burada 12 11 olmaz. Biz özümdən misal verdim axı, ona görə belə oldu. Gəlin, indi 14 verək. Hə, özümdən verdim, ona görə oldu. 14-dən də 12 çıxanda neçə qaldı? 2 qaldı. İndi 2 zaten heç, 2-ni aldım dairəyə. İndi nə edəcəm? İndi, ümumiyyətlə, riyaziyyatda burada iş bitdi. Riyaziyyatda burada iş bitdi. Bəli. Amma indi informatikada gediriksə, Ancaq belə davam eləməliyik. N plus 6-nı böləcəm neçəyə yenə? N plus 2-yə təzdən. Çünki N plus 2-li sistemdə keçirmək istəyirəm. Bu da neçə dəfə düşür? Bir dəfə düşür, düzdürmü? Bir dəfə düşür, bir dəfə N plus 2 eləyir, N plus 2. N plus 2-dən də qaldı burada 4. Burada da qalmışdı 1. Elədi 142. Hesab. M+2-dən orada bir dənə tikir. Bəli. Çünki birinci əldə N almaq istəyirəm. N almaq üçün N neçəyə vurmalıyım ki, N alam? Yəni 1-ə vurmalıyım ki, N-in özünü alam. 1-ə vursam N, bu da 2, N plus 2. Çıxdım 6, 4 qaldı, 4 aldım dairəyə. 2, 6-ın içində 2. Bir dənə ərədə vurmalısan. Bir dənə də vurursan da, bax 1-ə vurursan. Neyin sən? Mən necə elədim bazardan bunu görəsən uşağı, bilmirsiniz? Sizə basın, mən Hə. Söv. Gəlin indi digər misal keçək. İndi qayıdırıq informatikaya. Başqa sualınız? 41. Onlar məsələ. Görürsən, bezmirsən. 37, 35. Mən bezmədim. Allah çox şükür. Allah biraz səbir veribdir. O qədər ki, belə uşaqlarla qarşılaşırıq. Nəysə, deyir ki, Əhməd 400 səhifəli kitabın 210 səhifəsini oxuduqdan sonra 170 səhifəsi qalmışdı. Bax, eyni, sən hansını oxşuyur? Müxtəlif say sistemlərində toplamadır. Sadəcə həmin say sistemi neynəmirəm? Bilmirəm. Deyir ki, bax, 400 səhifə var idi. Neynədim bundan? 210 səhifəsini oxudumsa 210-nu çıxdım. Geriyə nə qədəsi qaldı? 170-i qaldı. Hamısının ayaqlarına nə yazıram? X. Sonra da burada olacaq neçə? 4x-in nəyi? Kvadratı. Birbaşa yazıram da bilin. Burada da olacaq 2x-in kvadratı çıxılsın x. O da bərabərdir. X-in kvadratı üstə gəlsin 7x-ə. Ən axırda da sadələşdirsəm nə qaldı? 2x kvadratı. Burada 2x kvadratı qaldı. X kvadratda bunun yanına keçsə oldu x kvadratı.
Ay sağ ol. X 48. kvadratı deməli burada x var. Bu da bura gələndə 8x bərabərli 0-a. Ben şimdi yazmışım. Buradan da sonra da adi gruplara ayrışsan da, gruplara ayrışsan. Evet, X çıxarırsan evet, 4-ün evet. faizinə, burada qalır x çıxılsın 8, o da bərabərli 0. Birinci həlli nədir bunun? 0. İkinci həlli də 8. Burada 8'dir. vallahi informatik adını qardaş, yeyəcəm. Belə şey. Burada yazdım hocam. Ama bana bakanda 6 var birden değil var. 5 olanlar, 4 olanlar. İnformasyon yığmakta biləcək. Amma 10 da ola bilər. Heç olmaz. 170'den 210 ben 4. Mənim belə yazında informasiya geçirsən. Əgər var toplayanda məsələn Hindistanda 170 eləsəydi, Y variantı olurdu. Ona görə deyirəm ki, uşaqlar, bir informasiya riyaziyyat müəllimi olmaq yeri yox. Bəli. Mən unuduram. Niyə? 400'e 210 çıxıb aldım nə idi? Olmuş sistem deyil də, başa düşürsən. Bu başqa sistem. Şaşırdım ya o riyazi dərsində. Çıxartmayacaqsan, narahat olma. Buna ne? Onda da ayağını x qoyarsan, tapacaqsan cavabı 10. Əgər bax, 400-dən 210 çıxanda doğrudan 170 eləsəydi, deməli bu hansı sistem olardı? 10'luq olar. Əgər eləməsə deməli 10'luq deyil də. Ben öyle bir dünyaya girmiştim. Səhər yazır. Mənimdə günah yox. Vallahi inan mənim də günah yoxdur. Uşaq əgər yatıb oyuncu çıxdı, gəlib şey yazacaqdırsa, indiyə qədər heç nə bilmirsə, vallahi mənim yazır. 37 mən demişdim. Məktəb müəlliminin günahı çox. Məktəb müəllimi vaxtında kulağını çəkib oxutmalı. 4 Bizim müəllimlərimiz var. 4-cü Sonra da deyirlər ki, internetdə dərs güclüdür, hamı internetə göndərirlər. Mən çox güclüyüm. İnternetdə deyil yemək, bir yemək. O qədər bilgiləri güclü bir məktəbə yetməli. Nəysə, xülasə. Tamam, sonraki sual. Sonraki sual. Həqiqət. Yaxşı yemək verər çoxsan. Mən həqiqi olaraq yeməyə verir. Həqiqət. Həqiqi gedirəm. Enge var acısı. Həqiqət. İki yeməyidir Perbəkdanı. Bu yemək. Ət verər çoxsan. Bəli. Şurada yaxşı başlasınız. Tamam Muran kimdir ki? Uşaqlar, diqqət. 41 dediniz. Bəli. Yaxşı. Deyir, onluq ədədini 16. Bax, bu siz nəyə bənzəyir? Bayaq bir də mən demişdim. Ədəd nə deyil? 2-ni qüvvət deyil. Nə kimi yazıram bunu? 2024 üstəgəl nə kimi? 1 kimi. Onda nəyi? Kvadratı. Sonra da kvadratlar cəmi kimi yazıram. Gəl nə eləyək? 1025-dir. 1025-i belə yaza bilərəm. 1024 üstəgəlsin 1-in nəyi? Kvadratı. Çünki burada kvadrat var. İndi bu 2 üstü neçədir uşaqlar? Bu 2 üstü 10'dur, düzdür? 2 üstü 10'un kvadratı nə qədər edir? Bunu belə açırsa, birincinin kvadratı üstə gəl, birinci vurulsun, ikinci onda kim istəyir, üstə gəl, ikincinin kvadratı. İndi birincinin kvadratı, 2 üstü 10'un kvadratı neçə edir? 2 üstü 20. Ham razıdır? 2 üstü 20. Üstə gəl, birinci vurulsun, ikinci onda kim istəyir? Birinci vurulsun, ikinci. 2 üstü 10 vurulsun 1, 2 üstü 10, onda kim istəyir? 2 üstü 20. 11. Üstə gəl, ikincinin kvadratı, birinin də kvadratı elədi 1. İndi birinci vurulsun ikinci, onda kim istəyir? Birinci 210'dur, ikinci 1'dir. 210 vurdun 1'e. 210. İki misli bir dənə 2'ye vurursan, oldu 211. 210 nə deməkdir? 2'ni 10 dəfə bir-birinə vurmaq. Bir dənə 2'ye vuranda o 200'ün sanki 11 dəfə bir-birinə vurmuş olursan. Nəysə, bunu belə eləyəndən sonra artıq bizim keçən dəfə çəkdiyimiz suala gəlirik. Qüvvətlər 2'nin qüvvətləri olandan sonra neçəliyə çevirirəm? 16'lıq. Onda qüvvətlər neçəyə bölməliyim hamısını? 2'ye 2. 16'lıqdır.